Almaniyada vergi hər kəsin yaralı yeridir. Hər kəs şikayətçidir ki, maaşımın yarısı vergiyə gedir. Bəs maaşlardan nələrə çıxılmalar olur? Bu videoda biz bu anlayışların anlamı, hesablanma forması, sosial sığorta sisteminin maaşlara təsiri və s. haqqında danışacağıq. Fərid Almaniyada bir fabrikdə iş tapır. Müqavilədə onun maaşı aylıq 3600 avro qeyd olunub. Ay sonunda birinci vergi dərəcəsində Fəridin hesabına sadəcə 2372 avro pul yatır. Fərid öz-özündən bu pulların haraya getdiyini soruşur və o anlayır ki, onun müqaviləsində qeyd olunan maaş onun gross maaşı imiş. Gross və ya Almanca bruto maaş işçinin əmək haqqından vergi və digər icbari tutulmalar çıxılmazdan əvvəlki məbləğdir. Net, yəni neto əmək haqqı isə işçinin əmək haqqından vergi və digər icbari tutulmalar çıxılandan sonrakı məbləğdir. Bəs bir gross maaşdan konkret nələr üçün ödəmələr tutulur? Nümunədəki fərdin maaşından gəlir vergisi və sosial sığortalar çıxılıb. Sosial sığortalar ondan ötürüdür ki, hər kəsin, eləcə də fərdin başına həyatı boyunca işsizlik, xəstəlik, baxıma möhtac qalma, iş qəzası və s. kimi arzu olunmayan hadisələr gələ bilər. İnsanlar belə hallarla tək başına mübarizə aparmaması üçün dövlət sosial sığorta sistemini inkişaf etdirmişdir. Almaniya Konstitusiyasının 20-ci maddəsinə görə sosial dövlət hesab olunur. Buna görə də orada yaşayanların sosial təminatı dövlətin öhdəliyindədir. Dövlət isə sosial təminatı öz büdcəsindən, vergilərdən və çalışanların maaşından tutduğu çıxımların sayəsində təmin edir. Nə gəlir vergisinin, nə də sosial sığortaların məbləği konkret deyil. Bu şəxsin maaşının məbləğinə, onun hansı vergi dərəcəsində olmasına əsaslanır və avtomatik əmək haqqından çıxılır. Sosial sığortaların yarısı işçinin maaşından, yarısı isə işə götürən tərəfindən ödənilir. Almaniyada 5 növ icbari sosial sığorta forması mövcuddur. Bunlara işsizlikdən sığorta, sağlamlıq sığortası, pensiya sığortası, baxım sığortası və qəza sığortası aiddir. Qəza sığortasına çıxmaq şərti ilə digər 4 sığortanın ödənişləri 50% işçinin maaşından çıxılır, digər 50% isə işə götürən tərəfindən ödənilir. Məsələn, işsizlikdən sığorta haqqı ümumilikdə 2,6% təşkil edir. Bu məbləğ 2-yə bölünür. 1,3%, yəni yarısı işçinin maaşından çıxılır, digər yarısı isə işə götürən tərəfindən ödənilir. Nümunə üçün fərdin maaşına baxsaq, fərdin maaşından işsizlikdən sığorta üçün 1,3% çıxılacaq, bu da 46 avro 80 sent edir. İkinci icbari sosial sığorta növü sağlamlıq sığortasıdır. Bu sığorta haqqı ümumilikdə 14,6% təşkil edir, lakin sağlamlıq sığortasına əlavə sığorta haqqı da vardır ki, bu da hər sığorta şirkəti tərəfindən fərqli məbləğlərdə təyin edilə bilər. Məsələn, AOK Nord-Ost tərəfindən bu 3,5% təşkil edir. Həm sağlamlıq sığortasının əsas hissəsi, yəni 14,6%, həm də sığortaya əlavə məbləğ 3,6% də 2 yerə bölünərək yarısı işə götürən tərəfindən, digər yarısı isə işçi tərəfindən ödənilir. Növbəti sığorta pensiya sığortasıdır. Ümumi haqqı 18,6% təşkil edir. Bu da 2-yə bölünərək işçi və işə götürən tərəfindən ödənilir. Biraz fərqli olan baxım sığortasında fərq ondan ibarətdir ki, uşaqlı şəxslərdə 3,6% təşkil edərkən, uşaqsız şəxslərdə 4,2% təşkil edir. Uşaqsız şəxslərdə işçinin maaşından daha çox faiz tutulur. Qəza sığortası bütövlükdə işə götürən tərəfindən ödənilir və işçinin maaşından bu sığorta növü üçün hər hansı bir çıxım olmur. Gross əmək haqqının net hissəsini yoxlamaq üçün fərqli veb-saytlar və proqramlar mövcuddur. Bunlardan biri də Netto Bruto Rechner saytıdır. Buraya
hesablama üçün öncə qros əmək haqqının məbləği daxil edilir, sonra hansı bazada, il bazasında mı, ay bazasında mı hesablama lazımdır, o seçilir. Sonra aktual il, şəxsin vergi dərəcəsi, hansı əyalətdə yaşadığı, kilsəyə üzv olub olmadığı, yaşı, uşaqlarının olub olmaması, sığorta hissəsində isə dövlət sığortası mı, yoxsa özəl sığortada mı qeydiyyatdan keçdiyi qeyd olunur və hesablama düyməsinə basılır. Hesablamanın nəticəsindən bizə nə aydın olur? Aydın olur ki, fərdin maaşından hər ay 433 avro vergi tutulur. Ümumilikdə 793 avro isə bütün sosial sığorta növləri üçün tutum olur. Bunlara ayrı-ayrılıqda baxsaq, pensiya sığortası üçün 334 avro, işsizlik sığortası üçün 46, sağlamlıq sığortası üçün 325, baxım sığortası üçün isə 86 avro tutulmuşdur. Fərdin aylıq ümumi net gəliri 2372 avro edir.